Recording. İndi isə biz seminarımızın sual-cavab prosesi ümumilikdə 15 dəqiqə davam edəcək. Burada həm səsli suallar ala bilirik, həm də chat üzərindən yazılanlar ala bilirik. İlk öncə səsli suallara keçək. Səsli suallara keçmək üçün zəhmət olmasa burada smayliklər var. O smayliklərdən hər hansısa birini, çox yaxşı olardı ki, əl işarəsini açasınız və seminara sualınızı verəsiniz. Şərin xanım, siz seminar qaydasını göndərmişdiniz xanımlara. Gəlin onu yenidən xanımlarımız üçün göndərək ki, onlar bilsinlər ki, biz seminarda sualları necə alırıq xanımlarımızdan. Tamam. Nişanə xanım, o zaman siz suallara zəhmət olmasa yönləndirin. Xanımlardan 15 dəqiqə vaxtımız var. Mən sizə cavablayım. Bəli, mən sizə yenə xatırlatma edim, yazılı formada. Deyirəm, səsim aydın Nişanə gəlir. xanım, mən sizin səsinizi eşitmirəm, yəni ki, iştirakçılar da eşitmir. Səsinizi aktivləşdirin. Hal-hazırda hər kəs üçün. Mən nədənsə sizin səsinizi eşitmirəm Nişanə xanım. Səsinizi dərhal düzəldin. Sizdən dərhal səsinizi düzəldin. Biz sizi gözləyirik Nişanə xanım. Seminarımızın ən maraqlı hissəsini və burada sizi gözləyirik. Sizlərdə səsim? Bəli, gəlir. Tamam. Mən sizə yenə də yazılı formada göndərmişəm chat bölməsinə. Yenə mən sizə bunu səsli formada bildirmək istəyirəm qısa şəkildə ki, şəxsi suallarınızı verməyin. Çünki Nərmin xanım sizləri tanımır və bu ümumi bir seminardır. Yalnız seminarın mövzusuna aid suallar cavablandırılacaq. Suallarınızı chat bölməsinə göndərəndə təkrar xahiş edirəm göndərməyin. Bir sualınızı bir dəfə göndərin və cavablandırılması üçün gözləyin. Və digər seminar iştirakçılarının da suallarını dinləyin. Çünki suallar eyni ola bilər və digər sual cavablandırılanda sizin də verdiyiniz sual cavablandırıla bilər. Belə olduğu halda sualınızı təkrar göndərməlisiniz. Bu qaydada olacaq. Və seminar sual-cavab üçün 15 dəqiqə vaxt ayrılıb. Bu vaxt ərzində suallarınızı verə bilərsiniz. Siz sual verəndə zəhmət olmasa görüntünüzü də açın və özünüzü təqdim edib sualınızı verin. Bu qədər. İndi keçək biz sual verən xanımlarımıza. Sən niyə götürdün ki, doktor anlamağa? Niyə doktor anlayırsan? Sual verməyə Sual verməyən xanımlarımız səslərini bağlı saxlasınlar ki, sual verən xanımlarla səslərimiz qarışmasın, qarışıqlıq olmasın. Və səsli formada sual vermək istəyəndə də əl işarəsindən istifadə edib sualınızı verə bilirsiniz. Başlayaq Nişanə xanım. Nişanə xanım, tez suallar alaq, artıq 15 dəqiqəmiz bitir. Sual verə bilərəm. Verə bilərəm. Bircə dəqiqə xanımlar sırayla suallarımızı verək. Mən Əkbərova Mənzər. Mən İstanbuldan qatılıram. Buyurun Mənzər xanım, sizlə başlayaq. Buyurun. Mən 4 ildir evliyəm. İkinci ailəmdir. İkinci ailəm. Evlatlarım var. Birincidə, amma ikincidəkindən yoxdur. Hal-hazırda bizim bir dənə münasibətimiz var. O Azərbaycandadır, mən İstanbuldayım, mən burada işləyirəm. Amma normal bir formada gəlmişəm bura, yəni dalaşmadan gəlmişik. Amma toy günümüzü xatırlamadığı üçün belə bir şey olmuşdu. Mən də dedim ki, küstüm səndən, day səndən danışmayacağam. Okey, o mənə heç bir söz demədi və 27 gündür ki, o mənə yazmır, mən də ona yazmır. Amma bir şey də xatırladım ki, 4 illik evlilik hər davamızda həmişə barışığa gedən mən olmuşam. Bu dəfə də inad etdim ki, etməyəcəm. O da mənə 27 gündə yazmır. İndi mən bilmirəm yazım mı, yazmayım mı? Hər davamızda belə bir münasibətimiz olur Nərmin xanım bizim.
Mən sizdən yazmışdım, yəqin ki, yadınızda qalmış olar. Bəlkə də qalmayıb. Yəni mən indi belə bir dua da eləmişəm, eşidim ki, ay Allah, əgər məni sevirsə, o mənə yazsın. Artıq bu gün 27 gündür. O adam statuslarıma baxır, TikTokda məni izləyir, amma Bu mənə heç bir şəxsi şey yazmır. sualdır. Şəxsi sual cavablandırmıram Məncər xanım. Çünki Tamam. sizin ailə O dinamizminizi tamamilə bilmirik. belə, yəni ki, mən davalarda mənmi addım Məncər atmalıyam, Deyildi yoxsa axı şəxsi suallar verilməsin deyə. bir dəqiqə xanımlar, Məncər xanım, şəxsi sualları cavablandırmıram mən sizin. Çünki bu səhv Vaxt məsələdir. gedir çünki burada. Burada əslində məqsədimiz münasibətlərimizi yaxşı etməkdir və səhv analiz oluna bilər. Məsələn, mən sizə deyərəm ki, Mənzəri yazma qətiyyən ona və ya deyə bilərəm ki, yaz. Münasibəti çox fərqli bir yerə apara bilər. Ona görə də bir dənə belə bir o sualları sual verin ki, cavablamayacağam. dava olanda mən barışmağımız doğrudurmu? Kişiyə bizim davalarımızda və ki, xanımın ona yazmağı Əgər doğrumu? davanı boş yerə yaradan sizsinizsə, addımı da yəni bir zəhmət siz atmalısınız Mənzər xanım. Boş yerə də, Yəni, toy bəli, günü burada da görünür ki, yəni davanı boş yerə yaradan sizsiniz. Yəni kişilər tarix mövzularında biraz daha çətinlik çəkə bilirlər. Məsələn, mən bunu öz təcrübəmdən sizinlə bölüşmək istəyirəm ki, Mənzər xanım, mən təcrübəmdə boşanma ərəfəsində olan cütlüklərlə belə oturmuşam seansda. Qadın hər şeyi xatırlayır, boşanırlar. Qadın hər şeyi xatırlayır, nişanlı, həri gününü, xına yaxtısının gününü. Kişi xatırlamır. Və ya çox səmimi cütlüklərlə oturmuşam, yenə qadın xatırlayır, heç onlar boşanma ərəfəsində deyil, yenə də kişi xatırlamır. Yəni kişilər bu mövzularda bəzən zəif ola bilirlər tarix mövzularında. Yəni bu o demək deyil ki, o münasibətə qarşı laqeyddir. İndi sizin münasibətin dinamikasını bilmirəm. Bəlkə onun başqa laqeyd hərəkətləri var deyə bu da onun üstünə gəlib siz buraya qitan vermisiniz. Buna görə də əzizim, bu çox şəxsi sualdır deyə sizə faydalı ola bilmərəm deyə bunu cavablamaqdan biraz çəkinirəm. Tamam. Çox sağ olun iştirakınız üçün Mənzər xanım. Mütləq hər temalara qoşulun, görüntünüzü açıq şəkildə tutun, görün sizləri. Xahiş Sual edirəm, verə şəxsi bilərəm. suallarınızı Sual verə verməyin. bilərəm. Bircə dəqiqə gözləyin, şəxsi suallar verməyin. Qəti şəkildə yalnız seminar mövzusuna aid suallarınızı Yaxşı. verin. Olar. Danışan kimdir görmürəm mən. Yəni Kimdir belə danışan? xanımlar, Nişanə Mən xanım. Türkanə. Bir dəqiqə xanımlar. Belə olmaz Nişanə xanım. Xanımların adını yönləndirin Nişanə xanım. Xanımları görə bilirsiniz Nişanə xanım. Və adları da oxuya bilirsiniz. Bəli, görürəm. Amma Nişanə Kimin xanım, görüntüsü və operativliyiniz yoxdur. səsi Daha Nişanə xanım, operativliyinizi zəhmət olmasa biraz tezləşdirin və tez-tez xanımların adını bildirin, onlar da bizə suallarını versinlər. Artıq onlar məcbur qalırlar, özləri səs açırlar ki, biz buradayıq. Tamam. Mən görürəm burada görüntüsü və səsi açıq olan Nübar xanım sual vermək istəyir. Siz sualınızı verin, keçək. Nübar xanımın səsini açaq. Axşamınız xeyir. Xanım. Siz bir qeyd etdiniz, hətta bunu story kimi də paylaşmışdınız. Kişilər ehtiyac duyduğu daha şeylər etməyə daha çox meylli olurlar. Bu hər mövzuda keçərlidir. Bu ehtiyac hissini onlardan necə doğura bilərik? Nübar xanım, bunun kişi psixikasını geniş şəkildə izah edəcəm. Həmin gün bunu əminəm ki, anlayacaqsınız. Bu sualı bugün verdikdə bugün cavablandırım. Baxın, onun ehtiyac duyduğu alanlar var. Və sizin həyatınızdakı kişinin özünün bir kültürü var, tərbiyəsi var, sosial imici var və ehtiyac duyduğu şeylər çox fərqlidir. Və sizin ehtiyac duyduğunuz onunla eyni səviyyəyə gəlməlidir. Məsələn, tutalım ki, o təmizliyə ehtiyac duyur, tamam mı? Və siz evdə ona nəsə aldırmaq istəyəndə o ehtiyacı istifadə etməlisiniz. Yəni, o da xatırlamalıdır ki, bu onun ehtiyacına da xidmət edir. Və nə bilim, o rahatlığı sevir və siz ona onun ehtiyacını xatırladaraq bir şeylər etməlisiniz. Bu zaman o sizi daha yaxşı anlamağa və həmin deyək ki, işi daha çox görməyə meylənir. Çünki kişiləri belə işlədirlər. Yəni onları əsgərlikdə də belə işlədirlər. Məsələn, siqaretə və ya hansı əsgərin pula, ya hansı əsgərin nə bilim ailəsi ilə danışmağa ehtiyacı olur. Orada belə onlara istifadə olunan texnika budur ki, sənə ehtiyacını verirəm, sən də mənim ehtiyacımı ver. Qadınlar daha çox çalışırlar ki, kişilər onların ehtiyacını görsünlər, anlasınlar. O anlamayacaq. Etməlidir, hərəkət etsin, sənin ehtiyacını gətirsin sənə. Bunu kişi psixikasının mövzusunda daha dərindən həm elmi, bioloji, psixoloji və fizioloji bütün yanlarını sizə bölüşəcəm, tamam mı? Təşəkkür edirəm sizə. Çox sağ Çox sağ olun. olun. Həyatımın ən gözəl hissələrini sizinlə yaşadım. Təşəkkür edirəm Nübar əzizim. Çox sağ olun.
Salam. Salam. Axşamınız xeyir. Keçək növbəti xanımımıza. Nərmin xanım Abbasova. Axşamınız xeyir. Hər vaxtınız Buyurun. xeyir olsun. Öncə sizə təşəkkür edirəm bu seminarı təşkil etdiyiniz üçün. Nərmin xanım sizə və Nişanə xanım sizə. Çox Ümid sağ edirəm olun. ki, adınızı düzgün tələffüz etdim. Düzgün Mənim etdiniz. sualım Buyurun. belə olacaq. Birinin səhvini ona necə izah etmək daha düzgün olar ki, alçaltmış olmayaq? Yəni alçaltmadan, onun qürurunu incitmədən onu necə izah eləyə bilərik bunu? Mən çox sevdiyim bir cümlə var Nərmin əzizim ki, yaxşı kişilər də səhv edirlər. Mən deyərdim ki, cümlənin əvvəlinə bunu qoyub, sonra arxasına onun səhvini deyə bilərsiniz. Kişilər bu mövzuda qadınlardan daha fərqlidirlər. Misal, qadınlar səhvlərini düzəltməyə çox tez meyil olurlar. Məhz bu seminarımızda görürsünüz, biz qadınlar necə bir araya yığışmışıq ki, ideal qadın necə olunur və s. Bir də düşünün, kişilər bunu edərmi? Onlar bunu kişiliklərinə çox böyük xələl kimi düşünərlər ki, məsələn, mən ideal kişi seminarına qoşulmuşam, kənardan ona deyərlər ki, nə, sən o zaman kişi deyilsən. Onlar hər şeyi o qədər tez kişiliklərindən alırlar ki, siz onları tənqid etmək istəyəndə etməməliyik, amma ürəyinizdən belə bir duyğu keçəndə mütləq dərəcədə onun əvvəlinə bunu qoymalısınız ki, yaxşı kişilər də səhv edirlər, sənin kimi. Çox sağ Həm olun, yaxşı, təşəkkürlər. həm də səhv edirlər. Olar, Mən mən də də sual Olar, mən verim. danışım. Bircə dəqiqə mən sizi yönləndirəcəm kim sual vermək istəyirsə. Olar mən Bəli. danışım. Nərgiz xanım, Nərgiz Məhərrəm, axşamınız xeyir. Buyurun, sualınızı verə bilərsiniz. Xeyr, salam hər kəsə. Mənim sualım budur ki, mən bilmək istəyirəm ki, mən əgər bir kişiyə yetərsizlik durğusunu artıq aşılamışamsa, yəni bir ikili evlilik və mən deyir ki, mən yetərsizlik duyğusu aşılamışam, bunu necə mən bərpa edeyim ki onunla? Ki, mən özümü həqiqətən düzəltmişəm artıq, sadəcə onun psixikasında elə qalıb ki, mən həqiqətən də eyni insanam. Ki, məndən heç kimdən razı düşmürəm. Düzəltmiş olsaydınız, o bunu zaten hiss edərdin Nərgiz xanım. Ola bilsin ki, siz yeni düzəltməyə başlamışsınız. Onun üçün hələ çox tezdir. Yəni bunu ən az 6 ay, 7 ay, 1 ilə Mən nə qədər yaxın düzəltsəm də bu müddət. o ilə razılaşmır. Yəni dediyim kimi, baxın, bunu 6 aydan uzun bir müddət, yəni 1 ilə yaxın bunu etməlisiniz. Görsəniz ki, artıq düzəlmir, deməli artıq o adam sizə olan inancını itirib. Artıq burada ehtiyaclar məsələsi deyil Nərgiz xanım. Ola bilsin ki, sizə olan inancını da itirib. Bu da ola bilər. Dedim, bu artıq biraz şəxsi suala aid olur. Amma digər halda siz bəli, o adamı alçaltmış, təhqir etmiş olduğunuz halda belə arada bir ünsiyyət varsa, sevgi varsa, bir bünövrə varsa, mən hər zaman bunu pasientlərimə bildirirəm ki, xəfif hörmət varsa, az da olsa, inanın ki, yenidən bərpa etmək və düzəltmək olur. Sadəcə olaraq, məsələn, bir kişi bilmir sizin daxilinizdə nə qədər dəyişdiyinizi. Məsələn, sizin də özünüzdə bilirsiniz ki, mən Nərgiz olaraq çox dəyişmişəm. O bilmir, o bunu kriz anlarında görəcək, çətin anlarda, əsəb anlarda, sizin ehtiyacınızı ödəməyəndə siz ona hansı reaksiyanı verəcəksiniz. Ona görə siz 6 aya yaxın özünüzü ona davamlı göstərməlisiniz ki, bax, mən kriz anında normalam, mən artıq dəyişmişəm. Sizin içinizdə dəyişmiş olan Nərgizlə ona göstərdiyiniz Nərgiz tamamilə eyni olmalıdır Nərgiz xanım. Olar mən danışım. Təşəkkür edirəm. Çox sağ olun, sağ olun, minnətdaram. Olar mən danışım. Bircə dəqiqə. Mən indi səsi və görüntüsü açıq olan xanımlardan birini seçəcəm. Əfsanə xanım, sizin görüntünüz açıq deyil. Olar belə səssiz danışım. Burada bir xanım var. Yusif Mustafa yazılıb adına sual vermək istəyir. Buyurun. Tamam, axşamınız xeyir. Salam. 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 Oğlumun Yusuf Mustafa oğlumun adı ilə girmişəm. İlk dəfədir Nərmin xanımın seminarına qoşuluram. İlk dəfədir Nərmin xanım. Çox sağ olun seminar üçün. Daha sadə dildə danışırsınız. Deməli, mənim sualım Nərmin xanım, siz görmədim. Mən buradayam. Görürsüz məni? Mən deyəsən. Hə, indi gördüm. Nərmin xanım, deməli, münasibətlərdə qorxular savaşır. Münasibətlərdə mənim diqqətimi çəkən o söz oldu. Qorxular savaşır. Olurmu qorxunu yenmək? Bu kişidə məsəl üçün saymamaq qorxusu, qadında itirmək və s. bir çox qorxular var. Bu qadınlar işləndikcə bu qorxuları
istələyə bilirlərmi? Bu qorxuları aşsa, yəqin ki, münasibətlərdə ciddi bir dəyişiklik hiss eləyə biləcəyik. Yəni ki, mən və bir çox qadınlarda, ətrafımda olan bir neçə qadınlarda o qorxular var. Hələ də o qorxulardan yaş da artır, qorxular yemir. Bunun haqqında qorxular haqqında. Adınız necə oldu? Nigar xanım oldu. Nigar xanım. Axşamınız xeyir. Baxın Nigar xanım, zaten dünyadakı insanların travmatik olduqları bir reallıqdır. Dünya travmasız insan yoxdur. Biz ya öz kök ailəmizdən, ya məktəbdən, ya çöldən, hardansa mütləq travmalar alırıq, yəni yaralar alırıq. Və zaten münasibətə də yaralı halda giririk. Münasibətin məqsədi də o yaraları sarmaqdır, yəni cehiz almaq, nə bilim, ev bəzəmək, qaynata yola salmaq deyil. Münasibətin zaten əsas məqsədi qadın və kişi o yaralarını sarsındır. Məsələn, mənim həyat yoldaşıma heç vaxt hörmət qoymayıblar. Adam hər şeyi sayılmazlıq hiss edir. Mən onun o yarasını sarmalıyam. Mən də dəyərsizlik hiss edirəm. Tam hər zaman qardaşımı üstün tutublar, məni üstün tutublar. O da mənim bu yaramı sarmalıdır. Amma bir şey onda mən ona desəm ki, hə, sən elə atan gibi saymadı, sən saymazlıq duyğun var, gəlib üstümə düşürsən. O da mənə desə ki, sənə dəyər vermir, yaralarımızın üstünə basmırıq, sağaldırıq. Sizin sonunuzda da buradan belə cavablamış oluram ki, normal olaraq zaten hər kəs yaralıdır. Və normal olaraq bu yaraları bir-birimizdə sarmalıyıq. Amma münasibətdə illər artdıqca, ehtiyaclar görünmədikcə bu travmanı verənin biri də biz oluruq ona. O artıq başqa birini axtarır, ona travma verməyən. Məsələn, yenidən öz kök anasına qayıda bilər. Çünki anası ağıllanmış ola bilər, uşaq vaxtına pis davranıb, amma indi yeni yaxşı davranmış ola bilər. Amma dediyim kimi, hər ikiniz də yaralısınız və bu yaraları saracaq insan bir-birində qadın və kişidir, yəni ər və arvaddır. Hətta mən burada çox sevdiyim bir şey var, bilmirəm oxuyabilirsiniz ya yox. Ər arvad bir-birini dəyişmək üçün deyil, biri-birinin ən dərin yarasını sağaltmaq üçün buradadılar. Siz buna görə ərinizlə evlisiniz. O da bu fərqindəliyə gəlməlidir ki, sizin yaranızı sarsın. Yoxsa Nigar xanım, bir tərəfin yara sarmağı biraz çox fədakarlıq olur və çox ağır verici olur. Son yarasını sararsınız, amma onun heç sizin yaranızdan xəbəri olmaz. Ona görə sara-sara, ara-sıra öz yaranızda ona deməlisiniz ki, bax, mənim də falan yerimdə yara var, sən də ora mütləq əla. Bu bir münasibətə ən yaxşı hala gətirir. Sualınız üçün çox minnətdaram və iştirakınız üçün də minnətdaram. Nişanə xanım, son sualı da alaq əzizim və bugünkü seminarımızı yekunlaşdıraq. Bəli, son sualımızı da Sənubər xanımın görüntüsü açıqdır. Sənubər xanım, axşamınız xeyir, buyurun. Axşamınız xeyir. Səbirsizliklə gözləyirdim seminarımızdan. Nərmin xanım, sualım belədir ki, bura qeyd eləmişdim. Mən məsələn yoldaşımla nəsə deyəndə, həmişə deyir, yox olmaz. Məsələn, deyirəm, maniküra yazılmışam, masaja yazılmışam. Deyir, yox olmaz. Evə nəsə almaq lazımdır, yox olmaz. Amma sizin keçən seminardan sonra mən özümdə belə dəyişiklik gördüm ki, bu mənə lazımdırsa, mən artıq onun təsdiqini gözləmirəm də, ümumi kişi psixikasına yanaşıram. Deyir, yox olmaz, amma mən gedirəm və bunun üstündə dava olmur. Yəni, hə də ox getdi, belə, vəsə. Yəni, bu müzakirə olmur. Mən bu halda mən necə qadın kimi davranmalıyam? Yəni, təsdiq gözləyimmi, yoxsa necə? Yəni, baxım, şəxsi sualları cavablandırmıram, çünki həyat yoldaşınızı tanımıram. Baxın, həyat yoldaşınızdan bəlkə siz gözündən düşürsünüz. Çünki ola bilsin ki, siz onun gözündən düşürsünüz və artıq o bir dəfə deyir, etmə və siz edirsiniz, artıq o reaksiya vermir. Və ya o unudur buna yox dediyini. Məsələn, dil getmə, sonra unudur, siz getdiniz, çox da Elə olur ki, özü aparır yəni. yəni. Sizi yoxlamaq istəyir ki, görüm Sənubər nə reaksiya verəcək. Yəni, burada sizin həyat yoldaşınızı tanımıram deyə Sənubər xanım. Bunu analiz edə bilmərəm və sizə də yanlış bir yön vermiş ola bilərəm, faydalı ola bilmərəm. Seminar barədə sualınız varsa cavablandırım, bu sualı cavablandırmaqdan biraz çəkinirəm. Yox. Yəni, icazə olmalıdır, yoxsa yox? Bu sizin münasibətinizin dinamikasına baxır Sənubər xanım. Hər münasibət eyni deyil əzizim. Bəlkə sizin münasibətinizin dinamikasında icazə olsa daha belə uğurlu çiçəklənən münasibət olar və ya bəlkə icazə gəlsə hər şey daha da pisləşər, sizin azadlığınız tamamilə qısıtlanar. Mütləq dinamikaya baxmaq lazımdır. Çox sağ olun iştirakınız üçün və sualınız üçün.
Əziz xanımlar, hər birinizə çox təşəkkür edirəm. Bugün seminarımızın ilk günü idi. Yaxşı ki, buradasınız. Bir çoxunuzun görüntüsü açıqdır, bir çoxunuz sizə açıq deyil. Zaten hələ bizim növbəti 9 günümüz var. 9 gün ərzində əminəm ki, hər gün biriniz belə olsa mütləq kameralarınızı açacaqsınız və sizlərlə tanışlığımız olacaq. Gecəniz xeyrə qalsın. Sizə xoş gün, xoş həftə sonu arzu edirəm. Sağ olun, salamat qalın. Gecəniz xeyrə qalsın. Sağ olun.